Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışından hər birinizi salamlayıram. Verilişimizə Ege Hospitalının Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin. Bugün biraz belə deyək, mübahisəli, biraz da aktual bir mövzudan danışacağıq. Amma ilk öncə istərdim qonağımı sizlər üçün təqdim edeyim. Bizim bugünkü qonağımız Ege Hospitalının uzman cərrah mama ginekoloqu Aynura Nəcəfəliyevadır. Xoş gördük sizi doktor. Xoşunuz olsun. Bugünkü mövzumuz əslində maraqlıdır. Lazımsız testlərdən, lazımsız və vaxtsız edilən testlərdən və analizlərdən danışacağıq əslində qalsa. İlk öncə elə ağla ilk gələn genetik testlərdən danışsaq yaxşı olar. Məhz abort materialından götürülən genetik testlərdən danışaq istəyirəm ilk öncə. Bu abort inkişafdan qalmış hamiləlik belədir. İnkişafdan qalmış hamiləliyi olan pasiyentlər küretaj sonrası mini abort deyirik. Mini abort sonrası olan materialı bəzən bir genetik müayinəyə göndəririk, amma nə vaxt? Deyilin, pasiyent təzə evlənib, bir dəfə hamilə qalıb və bu inkişafdan qalma var bunda pasiyentdə. Bunu həmən genetikaya göndərək, baxdıraq, bunu icra etmirik. Çünki ola bilər də, yəni bir dəfə inkişafdan qalmış hamiləliyi həmən genetikaya göndərək, səbəb axtaraq, bu o qədər də vacib olmayan bir analizdir onun üçün. Çünki hamilə qalmış, o xəstənin birində inkişafdan qalma ola bilər. Amma həmin o pasiyent ikinci dəfə hamilə qalanda statistikaya görə 90%-in üstü sağlam uşaq dünyaya gətirir. Ona görə bütün dünyada əvvəllər 3 inkişafdan qalmış hamiləlik idi. İndi 2 inkişafdan qalmış hamiləlik varsa, yəni deyəlim, daha öncə 1 inkişafdan qalmış var, 8 həftəyə qədər belə düşünək. İndi də 2-ci inkişafdan qalmış bir hamiləlik varsa, bəli, bunun abort materialını genetik analiza göndərmək olar. Məhz bu genetik analiza baxdıq, nə olacaq? Xəstəyə nə müalicə verəcəyik? Burada məqsəd xəstəyə hansısa bir müalicəni verək və bu ikinci hamiləlikdə təkrarlanmasın deyil. Sadəcə, əgər bir abort materialında genetik qüsuru bir bəbək varsa, yəni məsələn, bu pasiyentdə genetik qüsurlu, yəni xromosomasının bəbək dünyaya gələ bilər. Ona görə o pasiyentdə, yəni keçən verilişlərdə daha doğrusu demişdik, əgər pasiyentdə 2 və daha çox inkişafdan qalmış hamiləlik varsa, bəli, genetik analiz göndəririk. Nəyə baxırıq burada? Karyotip baxırıq. Məsələn, 8 həftənin altı təkrarlanan inkişafdan qalması var. Bəli, biz burada karyotip baxırıq. Karyotipi niyə baxırıq? Bu hamilə üçün deyil. Hər hansı bir müalicə üçün də deyil. Bundan sonraki hamiləliklərdə diqqətli olaq. Həmin pasiyent qüsurlu bəbək dünyaya gətirə bilər. O biri bəbəklər diqqətli baxılmalıdır, lazımsa genetik testlər götürməlidir. Əgər pasiyentdə təkrarlayan genetik qüsurlu bəbəklər varsa, artıq burada normal yolla müalicə deyil, fərqli yollarla müalicəyə götürüb sağlam embrionları anaya yerləşdirmək üçün baxırıq bu testlərə. Yəni testə baxıb da anaya özəl bir müalicə verə bilmirik ki, bir daha təkrarlanmasın. Sadəcə tədbirimizi alaq, o bir bəbəyi genetik qüsurdan qoruyaq deyə baxırıq. Ehtiyat. Ehtiyat üçün, bəli. Aydındır. Genetikadan biraz da danışaq. Genetik laxtalanmaya nə vaxt baxılır doktor? Baxın, bu genetik laxtalanma nə deməkdir? Pasiyent gəlir deyir, həkim, bu mənim analizim, burada laxtalanma çıxıb, koaqulogramma baxdırır, məsələn, laxtalanmanın müddətinə falan. Hər şey normaldır, normal çıxıbdır. Amma biz pasiyentə deyirik ki, bu önəmli deyil. Hamiləlikdə bizə genetik laxtalanma lazımdır. Trombofil panel dediyimiz panelə baxırıq. O pasiyentdə genetik laxtalanmada bir mutasyon varmı, ona baxırıq. Bu elə bir testdir ki, qanla verilən bir testdir. Yəni, maliyyəti biraz yüksək olan testdir. Ona görə hamıya məsləhət görə bilmirik. Yəni, hamının baxmasının əslində heç bir zərəri ziyanı yoxdur, bunu deyim. Sadəcə maliyyəti açısından biz hamıya bu testi məsləhət görə bilmərik. Əgər pasiyentdə təkrarlanan inkişafdan qalmalar, ya da ki, hamiləliyin ağırlaşmaları, zift qopmaları, geç həftələrdə anne bətnində ölümlər varsa, bəli, bu pasiyentə bu məsləhət görülə bilər. Ya da biz sorğuluyuruq. Sizin ailənizdə, anada, atada gənc yaşda keçirilmiş tromboz anamnezləri, infarkt, beyində tromb, ya da ki, ayaqlarda tromb, dərin ven trombları, belə bir anamnez varmı, sorğuluyuruq. Pasiyent deyir ki, mənim daha öncə inkişafdan qalmış 4 hamiləliklərim var, ailəmdə bu şikayətlər varsa, bəli, biz onlara trombofil paneli istəyirik. Bu panelə baxdıqdan sonra biz genetikanı yenə dəyişə bilmirik. Ondan özəl bir müalicə verib ki, sənin düzəldim, yox. Sadəcə pasiyent hamilə olanda, ya da riskli bir durumda, məsələn, əməliyyata girirsə, ya da 50 yaş üstü bilirsinizdə tromb riski artır. Bu pasiyentlərdə hamilə vaxtı hər hansı bir əməliyyat olursa, ya da heç hamilə deyil, əməliyyat olur, bir də 50 yaş üstü, bəli, laxtalanmaya qarşı müalicə verilməlidir ki, ağrılaşmalar olmasın. Ər-arvad arasında olan uyğunluq testi haqqında biraz məlumat vermək Bu uyğunluq testi son zamanlar Azərbaycanda dəbdədir, özəlliklə son bir ildə. Mən mənə gələn pasiyentlərdən deyirəm, bilmirəm, indi günahlarına da girməyək. O testi verib, uyğun olmayan xəstə çıxmayıbdır. Hamıda uyğun çıxıbdır. Hamısı bir-birinə uyğundur, hamısında aşılama olur. Ya da peyvəndləmə deyirlər, nə deyirlər? Peyvəndləmə ya da lit terapiya olur, hamısında olur.
Kimə istəyirlər? Sonsuzluqdur, heç bir müalicə səbəbi bilinmir, sonsuzluqdur, müalicə verirlər, hamilə qalmır. Bizə gəlmədən öncə bəli, hamısı o aşamadan keçir. Gedirlər, uyğunluq testi verirlər, heç də ucuz olmayan bir testdir. Bu uyğunluq testi nədir? Onu sizə deyim öncə. Bizim genetik kodumuz var. Hamıda genetik kod var. Və bu genetik kod baxılır. Bir-birinə uyğundurmu, deyilmi? Yəni bunlar bacı-qardaş kimi görsənir, doğru deyil, yoxsa görsənmir. Gəlin baxaq, əgər uyğundursa, bir-birinə uyğundursa, həyat yoldaşının kişinin qanını alaq, plazmasını xanıma yeridək. Ona qarşı anticisim yaransın. Bu əslində dünyada araşdırmada olan, hal-hazırda araşdırmada gedən bir yöntəmdir, amma hələ ki heç bir xeyri tapılmayıb. Heç bir pasientdə bu müalicə ilə, yəni özəl bir klinik araşdırmalarda, pasient deməkdə, hər hansı bir klinik araşdırmada bir xeyir tapılmayıb. Kontrol qruplar var. Kontrol qrup hansı qruplardır? Normal uşağı olan ailələr. Onlarda baxıblar bu uyğunluğa, onlarla uşağı olmayan ailələr arasında heç bir fərq çıxmayıb. Əgər deyəlim 50 ailə götürüblər, normal ailə, baxıblar ki 25-ə uyğundur. 50 pasient də uşağı olmayan ya da inkişafdan qalması çox olan ailə götürüblər, baxıblar ki bunlarda 25 uyğunluq var. Yəni bu hər hansı bir fərq yoxdur. Ona görə belə qərara gəliblər ki, hələ ki bu müalicənin heç bir effekti yoxdur. Bu analizin heç bir effekti yoxdur. Çox təəssüf edirəm ki, bizim bəzi kliniklərdə aktiv şəkildə aparılır və gedən hamısına uyğunluq testi qoyulur, gedən hamısına bir terapiya olur. Maliyyəti o qədər ucuz olmayan bir müalicədir, onu qeyd edim sizə. Terapiya haqqında biraz məlumat verir. Terapiya nədir? Bayaq da dediyim kimi, baxdıq, dedilər ki, güya ki siz uyğunsunuz genetik cəhətdən, yoldaşın qanını alırlar, plazmasını, sadəcə o da, hə, o şəkildə. Plazmasını, bəzən hətta birbaşa qanını əzələsinə yeridirlər, xanımın əzələsinə yeridirlər. Əzələyə. Bəli, orada onun qanına qarşı xanımda anticisim yaransın deyə. Amma dediyim kimi, dünyada isbatlanmayan, təsdiqi bulunmayan bir müalicə yöntəmidir. Bu müalicəni də çox da ucuz eləmirlər. Əslində belə baxanda maliyyətə qədər də bağlı olmayan bir müalicədir, amma çox da ucuz eləmirlər. Ən önəmlisi pasient mənəvi cəhətdən problem yaşayır. Artıq mən terapiya oldum, bəli, mənim uşağım olacaq, ümidlənir. Bir ümid yaranır. Puça gedir ümidi. Bəs ümumi nə deyə bilərik bu yumurta cavanlaşdırma proseslərindən? Yumurta cavanlaşdırma bir zamanlar dünyada çox araşdırılan bir müalicə yöntəmidir. Və araşdırmaların sonuncu nəticəsi bu qərara gəlindi ki, yaşlı keçmiş xəstələrdə ya da yumurtalığında problem olan xəstələrdə yumurta cavanlaşdırma follikul sayını artıra bilər. Amma sağlam uşaq dünyaya gətirmədə heç bir köməklik göstərmir. Ona görə heç bir klinik Avropada ya da Asiyada bu yumurta cavanlaşdırma prosedurunu demək olar ki, icra etmir. Yəni təsdiqini tapmayan bir yöntəmdir. Və yaxud dediyimiz kimi o mayozda qalan, o arest olan yumurtalara, yaşlı yumurtalara bəli, cavanlaşdırma bir təsir etmir. Peki bunu necə aparırlar? İstəyirsiniz deyim. Əlbəttə. Özəlliklə qan və yaxud dediyimiz kimi genəldə xəstənin öz qanından alınır, bəzi öz qanı alınır və bəzi mən də onu tam demək istəmirəm, filan şey köçürür. Yox, öz qanı belə düşünün, özünüzdən qan götürülür və o qan müəyyən prosedurlardan keçdikdən sonra sizin yumurtalığınıza özəl iğnələr vasitəsilə yeridilir. Belə düşünün. Bu oldu yumurta cavanlaşdırma prosesi, hansı ki heç bir xeyri yoxdur. Bəzi yöntəmlər var. Məsələn, biz alırıq qanı trombositləri köçürürük cavanlaşmaq üçün. Müəyyən qədər bir 10 günlük, 20 günlük özdə bir effekt görsənir, amma sonra 20 gün sonra yenə hər şey eyni şeydir. Yəni heç bir möcüzəsi yoxdur, onu düşünün. Ona görə dünyada qəbul olunmuş bir müalicə yöntəmi deyil, PRP, yumurta cavanlaşdırma, digər adı PRP. Ona görə istifadə olunmur. Çox təəssüf ki, Azərbaycanda istifadə olunur. Xəstəyə ziyanı nədir? Bayaq dediyimiz ziyanı ya da xeyri nədir? Sağlıq açısından hər hansı bir zərəri yoxdur. Sadəcə bu bəzi maddi zərər, mənəvi zərər və bir də ki, bu bayaq dediyimiz terapiyadan fərqli olaraq burada anesteziya minimal ehtiyac ola bilər. Özəlliklə yumurtalıqlara injeksiyon üçün ehtiyac ola bilər. Az öncə genetikadan danışmışdıq. Ər-arvad arasında olan bu genetik testlərdən danışmaq istəyirəm biraz. Hansılar etdirilir və bu testlər vacibdir ümumiyyətlə? Genetik test, baxın, sonsuzluq olan pasientlərdə genetik test, gedin genetik test verin. Amma burada bayaq dediyimiz o genetik test hilal uyğunluğu testi dedik. Uyğunluq testi çox da önəmli olmayan bir testdir. Bir də karyotip baxdırırlar. Nəyə baxdırırlar? Məsələn, mən sizə baxıram, 46XX deyirəm, normal görsənirsiniz. Amma baxaq, bəlkə burada ayaqlarda, xromosom qollarında bir qırıqlıq var, bir problem var. Məsələn, baxılır, əgər həm atada, həm anada eyni xromosomlarda bir problem olarsa, ola bilsin ki, tamam, bu iki eyni xromosom gəlir, bir embriona düşür, bəlkə ona bağlı bir problemimizə baxaq. Amma sadə ata və anada baxılan karyotipin çox da böyük bir önəmi yoxdur bizim üçün. Zaten baxanlarda 99% normal gəlir.
1% gələ bilər ki, həm mikrodeleksiya var, translokasiya var. Deyirəm ki, bax, sənin yoldaşında mikrodeleksiya da var, translokasiya da var. Sənin yoldaşın sağlamdır, düzdürmü? Şu an bir problemi yoxdur. Əgər xanımda da eyni şikayət olsa, desək, hə, bunda da o karyotipin o problemi var. Bu ikisi gəlib eyni bəbək embrionda birləşir, hə, o başqa məsələ. Amma bu açıdan bu da çox nadir, yəni ikisində də eyni şey tapılır. Çox nadir olar. İndi qohum ola, nə ola bilmirəm, amma yenə də karyotipin də o qədər ana və atada baxılan bəsit karyotipin bizə hər hansı bir xeyri yoxdur, onu da bildirim. Ümumiyyətlə vərəmin sonsuzluğa gətirib çıxartması və sonsuzluqda gedib vərəm testi etdirmək nə qədər lazımdır? Baxın, bu çox önəmli bir testdir. Mən Türkiyədə olanda, oxuyanda ya da işləndə bu testi heç çox önəmsəmirdik biz bu testi. Amma Azərbaycana gələndən sonra gördüm ki, Azərbaycan çox təəssüf ki, endemik vərəmin daha öncə endemik bir bölgəsi olub. İndi niyə belə olubdur bilmirəm, deyə bilmirəm, amma Azərbaycanda biraz diqqətli olmaq lazımdır. Əgər endometrium çox qalınlaşmışsa, hər hansı müalicə ilə qalınlaşma getmir, sürət yapışma var, böyük nödüllər var. Endometriumda belə xırda düyüncüklər ya da borular da bağlıdırsa, bəli, artıq burada çanaq vərəmi dediyimiz, genital vərəm də deyirik, düşünmək lazımdır. Bəsit yöntəmlərlə mantıq qoyula bilər, başqa testlər edilə bilər, sınaq testlər edilə bilər, vərəm diaqnozu qoyula bilər. Göndəririk onu infeksiyon həkimə ya da vərəm dispanserinə, diaqnoz qoyulur, gəlir, deyir ki, tutaq ki, problemim yoxdur. Bəli, artıq bununla da müalicə davam etdirir. Amma vərəm bir problemi varsa mütləq vərəm müayinə olmalıdır. İndi biz düşünürük ki, vərəm ancaq ciyərlərimizdə olur. Yox, ciyər təmiz olmayıb, genital orqanlarda vərəm ola bilər, bəli. Amma bunu çox adamda var, bəlkə də bilmirlər, anladınmı? İndi də bu test nə üçün önəmlidir bizim üçün? Hamiləlik açısından. Tamam, biz onun müalicəsini verərik, endometriumun girib yapışmaları açarıq, işte başqa yöntəmlərlə hamilə qalar, amma hamiləlik bilirsiniz, qadının müqamətini müəyyən qədər azaldır, immunosupressiv etki göstərir və vərəm baş qaldıra bilər. Hamiləlikdə olan vərəmlərdə ağrışma ilə gedə bilər. İşte vərəm meningiti, miliar vərəm, yəni bu da ölüm riskini artırır. Əgər bir pasientdə vərəm o qədər də öldürücü deyilsə, hamilədə öldürücü riski yüksəkdir. Və ümumiyyətlə doktor, sonsuz xanımlarda, sonsuzluqdan əziyyət çəkən xanımlarda hansı minimal hormonal testlər məsləhət görərsiniz? Hə, sonsuz. Məsələn, birincisi yumurtalıq hormonlara baxdıq. Bir baxaq görək bu pasientin follikul yetişmir. Bir baxaq görək bunun beyindən beyindən salgılanan gonadotropin hormonları var yerindəmi? Ya da ki, yumurtalığın özünün də problemi varmı? Yəni mərkəzi mənşəlimi, periferik mənşəlimi bir ona baxaq görək nədə problem var. Birinci bu. İkincisi, birisi hipotiroidi, hipertiroidi, zob deyirik bizdə. El arasında zob xəstəliyi sonsuzluğa gətirib çıxara bilər, bir ona baxaq. Minimal testlər deyirəm, baxın, burada minimal testlər, burada bütün analizlər istəyim yox. Ən azından bir TSH, BFSH, YK, tabii burada həm pasiyenti düşünmək lazımdır, həm laboratoriyanı düşünmək lazımdır ki, burada zərərə uğramayaq. Onlarda problem çıxsa, bəli, dərinləşdirə bilərik. D vitamini, hipovitamininiz olmasını istəmirik. Özəki hamilələrdə D vitamini, Azərbaycanda xanımlara baxsanız 90% özəki qış ayında D vitamini əksikliyi var. Mütləq D vitaminə baxılmalıdır. Burada məqsəd ana sağlam olsun. Hamilə qalanda da sağlam bəbək dünyaya gəlsin. Ananın dişi hissəsi tökülməsin. Bax, sonsuzlu pasientlərdə D vitamini bəli istəyirik. Yaşı çoxdursa AMH, anti-Müller hormonu istəyirik. Yaşı çoxdursa, görək yumurta rezervi necədir? Yəni müalicə dəyərmi, dəyməzmi? Xəstəyə nə qədər bir şey verək, prosent qaranti verək ki, mənim müalicəmin effekti nə qədər olar? Xəstə pasient bunu bilsin. Anti-Müller də dedik. Prolaktin hormonu, süd hormonu dediyimiz bir hormondur. Normalda bu anada süd gəlməni tənzimləyən bir hormondur, amma bəzən yerli-yersiz artır. Və onun artıqlığı follikul yetişmədə, hamilə qalmada müəyyən qədər problem yarada bilər. Ona görə prolaktin hormonuna baxılsa yaxşı olar. Və tüklənmə varsa pasientdə, tüklənmə varsa, məsələn, mütləq kişi hormonları dediyimiz testosteron, özəki sərbəst testosterona baxılmalıdır. Onda da problem varsa müalicə olunmalıdır. Özəki tüklənməsi və birdən-birə kökəlməsi olan pasientlərdə böyrək üstü vəzin hormonlarından da bir neçə hormonlarından bizə baxılsa yaxşı olar. İndi mən adlarını bir-bir çəkməyim. Onsuz da bizi izləyənlər hormonların adını bilmir. Ondan sonra, amma prolaktini bilirlər, eşidiblər, zobu bilirlər ona görə. Onlar da rahatdır. Onlar anti-Müller hamı bilir. Məsələn, sonsuz xəstələr deyil, pasient məndən öncə deyir ki, mənim AMH-ım bu qədərdir ki, onu əzbərə bilirlər. Ondan sonra tabii bəlkə xəstəni sorğuluyuruq, məsələn, qan azlığı varsa qan analizi ən azından baxıla bilər. Sidik yolları infeksiyonu, bəli, baxıla bilər. Çünki sidik yolu infeksiyonu bəzən ginekolojik infeksiyonlarla bərabər ola bilər. Bayaq dediyim kimi, manto testdə əgər endometrium heç qalınlaşma getmişsə, pasientdə borular bağlıdırsa, bəli, ailə sorğulanır, şimdi qohumlarda olubmu, olmayıbmı, dəqiq bir sorğulanır. Çox pasientlər bunu gizlətməyə çalışır. Mən bir də qeyd edim, bu bayaq manto testi dedim, orada demədim. Yəni, soruşuram, ailədə varmı? Bunu mənə dəqiq deyin. Bax, bu sizin filan beşmikan.
Ən son bir də görürsünüz hamilə qalır, ay ki, mən sizə axı ölüm riski var. Mən sizə deməmişdim, mənim ailəmdə filan vaxtı vərəm olubdu. Onda açılır sandıq, tökülür pambıq, belə bir şey var. Bilmədim, düzüm altı testinə falan göndərəyəm pasientləri. Ona görə həkimdən çalışıb çox şey gizlətməmək lazımdır. Elə bilər ki, vərəm olsa biz onu qəbul etməyəcəyik. Halbuki vərəm sağlanan bir xəstəlikdir, müalicəsi var. Sonra mən testləri qaldı, böyrək üstü vəzin dedik, D vitamini dedik, insulin dirənci. Bəli, insulin dirənci nə üçündür? Pasient əgər sürətli kökəlmə gedir, yağ dokusu çoxdursa, insulin dirəncinə baxılmalıdır. İnsulin dirənci, bəli, qüsuri bir dövran yaradır, folikul yetişməsinin müəyyən qədər qarşısını alır. Ondan sonra kökəlmə, davam filan, insulin dirəncinə də baxmaq lazımdır. Lazımdırsa şəkərinə də baxmaq lazımdır. Şəkər xəstəliyi varmı, yoxmu, bir sorğulanmalıdır. Yadıma düşən hormonlardan sonra. Hələ bu minimal bizim hormonal testlərimizdir. Gələn kimi həkim fol turşuma, B12 bunların hamısını istəyə bilmirik. Təbii istəyərik. Burada həm laboratora düşünmək lazımdır, həm də pasient əgər özəl klinikalara müraciət edirsə, pasientin cibini də düşünmək lazımdır ki, sonra işte məmnun qalsın, həm pasient məmnun qalsın. İşte dövlət klinikalarında da mütləq laboratora əlavə analizlər göndərib onları da yükə salmaq olmaz. Təşəkkür edirəm doktor məlumatlara görə, bu şəkildə maarifləndirici bir çıxışa görə əlavə olaraq da ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. Tamaşaçılarımız üçün təkrar xatırlatma eləmək istəyirəm ki, bugünkü qonağımız Ege Hospitalın uzman mama ginekoloqu, uzman cərrah mama ginekoloqu Aynura Nəcəf Əliyeva idi. Bir daha təşəkkürlər doktor sizlərə və əziz tamaşaçılarımız bugünkü verilişdən bu qədər. Səhhətimiz verilişinə tək ARB ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Şərhlər bölməsində suallarınızı qeyd edin, zəhmət olmasa ki, burada həkimlərimizlə birgə o suallara cavab tapa bilək. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələcəyimizi qoruyaq. Gələn görüşlərədək.